بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و الصلاة و السلام علی حبیبه و نجیبه و سید رسوله ابی القاسم محمد و علی اهل بیته الطیبین الطاهرین سیما بقیة الله فی الارضین. ارواحنا و ارواح العالمین لتراب مقدمه الفدا. Məbəəs bayramının axşamıdır. Aləmin, vücud aləmi və xilqət aləmi ən əfzəl mövcudatın məbəəs olmaqlığı və be'sət olmaqlığı risalətə şahid olub. Allah Həzrətin özünün və əhl-i beytinin inşallah bərəkatın, şəfaətin bizlərə dünya və axirət inşallah nəsib eləsin. Ərzimdən qabaq bir neçə dənə müqəddimə söz deyim. Biri bu ki, Həzrət Ayətullah Uzmay Sistanının möhtərəm qardaşı bir gün rəhmətə gediblər, başsağlığı veririk İmam Zaman sallallahu aleyhə və Həzrət Ayətullah Uzmay Sistani və onların nümayəndələri Moskva şəhərində əziz qardaşımız Hacı Ay Museliyə başsağlığı veririk. Allah o əziz alimi, böyük alimi inşallah əcdadı ilə məhşur eləsin. İkinci məsələ, şahid ediz bu 2 həftə, 3 həftə keçəcək, 3 həftədə ki, dünyanın zülmkarları, cinayətkarları hamısı yığışmışdılar ki, İran inqilabına sədmə vursunlar. Və həqiqət budur ki, nə mənə pis insan aləmdə tapılsa, yığışmışdı bir-birinə, güclərini qoymuşlar bir-birinin üstünə ki, İslam İran inqilabına sədmə vursunlar. Və pisliklər də elə hər yerdə şeytanın əvan və ənsar varıdır da, şeytanın yardımçıları hər yerdə var, qiyamətə can olacaq, ta insan yer üzündə var, şeytan da çalışmasında var. Odur ki, hər yerdə vardılar, İranın öz içində də vardılar, bu da təbiidir elə, Peyğəmbər Əkrəm sallallahu aleyhin hökumətində də vardılar, Ali Aleyhisselamın hökumətində də vardılar. Bir də İmam Zaman sallallahu aleyhin inşallah zuhurunda bunların hamısı aradan gedib məğlub olacaqlar. Ta o zamana qədər haqqla batilin arasında gedən atışma və müharibə davam tapacaq. Bəli, biz elə qabaqcandan ürəyimiz əmin idi ki, bu inqilab elə bir inqilab deyil ki, belə bir hərəkətlərlə ziyan görsün, belə bir pis işlərlə sədmə görsün. Və o özür ki, ağa rəhbəri buyurdu, 100 minlər qan bu güclü ağacı suvarıblar və pak qanlar tökülüb bu inqilabın bərəkətinin yolunda, inqilabın hərəkətinin və tofiqinin yolunda bu inqilab belə şeylərlə ola bilər. Sədmə görə əzizləri əldən verək, amma nizam qalmalıdır və həqiqi inqilabın yardımçıları İranda bir neçə saat huzurları ilə bunları yığışdırdılar da, bu hərəkətin son qoydular və yığışıldı. Özünüz də görürsünüz ki, də heysət yoxdur ki, haqq qalmalıdır, amma batil aradan getməlidir. Batil də gedəndə batil əhli həmişə zəlil olublar, baş aşağı olublar. Necə ki, indi də şahidsiniz ki, hard-purt eləyənlər da siçan yuvalarında indi gizləniblər. İnşallah davam tapacaq. Elə bu pak nəfəslər idamə tapacaq, davam tapacaq və Allah Teala bu nizamın və İslam devlətinin, vilayət devlətinin bərəkətin daha da artıq inşallah müstədam eləyəcək, davam verəcək. Sizlərdən ki, ürəyiniz inqilabınandır və siz və başqa əziz bacılar, qardaşlar, xüsusilə onlar ki, yardımların, himayətlərin, dəstəklərin bölündürüblər və müxtəlif cəmiyyətlər, icmalar elamiyə veriblər, himayət eləyiblər. Çox müsbət hərəkətidir, Allah sizə əcr versin. Biz həm minnətdarıq və İran milləti də inşallah ona şahiddirlər və siz əzizlərin yardımına çox qədrdən gözləri ilə inşallah nazirdirlər, baxırlar. Allah sizə əcr versin inşallah. Üçüncü münasibətdəki işarə eləyim, sonra bu əsli məclisin qurumunun münasibətində bir neçə kəlmə ərz eləyim. Bugün Rəcəb ayının 26-sı bəzi qollara, məşhur qollara görə Əbu Talibin vəfat günüdür. Əbu Talib Peyğəmbər Əkrəm sallallahu aleyhi atasının vəfat günüdür. Peyğəmbər Əkrəm az zamanda
Bəzi nəqllərdə var 3 gün fasilə ilə. Ta 50 günəcən deyiblər. Əbu Talibi də əldən verdi, Xədicə salamullahi əleyhanı da əldən verdi. Amul huzn Peyğəmbər Əkrəm bilirdi ki, o il mənə qəm-qüssə ilidir. Ki 10 il Beysətdən keçəndən sonra Peyğəmbər və əshab Peyğəmbər Şeyb Əbi Talibdə məhsur oldular. Ki o Şeyb Əbi Talibin hesarında, həbsində, tustağında Peyğəmbər Əbu Talibi və ondan sonra Xədicəni də əldən verdi. Allah Əbu Talib məzlum şəxsiyyətidir. Çünki İslamın gizlədirdi ki, müşriklərin içində gücü olsun, nüfuzu olsun, Peyğəmbərdən yardım eləsin. Və onlar ki, ittilaları az idi, belə bilirdilər Əbu Talib İslam gətirməyib. Halbuki İslamın ən önəmli, güclü müdafiələri Peyğəmbər Əkrəmin sallallahu əleyhin Məkkədə olan zaman kişilər içində Əbu Talib idi, qadınlar içində Xədicə idi. Və Əbu Talibin imanı müsəlləmdir, əşarından onun imanı çıxır ki, 100% Peyğəmbər Əkrəm sallallahu əleyhə güclü imanı var idi. Allah onu da Peyğəmbər Əkrəm və ovladı Peyğəmbərlə məhşur eləsin inşallah. Amma Rəcəb ayının son günləridir, bu gecə 27-ci gecədir. Əzizimiz işarə elədi Hacı Nizami əməllərinə ki, Rəcəb əldən gedir. Rəcəbin feyzlərindən nə qədər bəhrələnmişuq, əlimizdən gedən qədər bəhrə götdüyümüzdən çox azdır. Əlimizdən gedir, 3-4 gündən artıq qalmayıb. Orucun inşallah davam verək. Sabahın elə orucunun fəziləti ilin 4 günlərindən ki, o 4 gündə oruc ən yuxarı səviyyədə təkid olunub, biri Rəcəb ayının 27-sidir. Bu gecənin duaları var, sabah günüzün duaları var, sabah Əmirül-Müminin salamullahi əleyhin ziyarəti var. Dualarından biri İmam Musa Cəfərin duasıdır ki, elə Məfatihi də açsaz orada vardı. Çox dəyərli duadır. Şeyx Abbas Qumi buyurur ki, Rəcəb ayının zəxirələrindəndir. Yəni elə bir Rəcəb ayının lap o əla səviyyədə olan dualarındandır. İmam Musa Cəfəri Mədinədən Bəğdada aparanda o duanı oxuyub. Çox güclü, gözəl duadır, Məfatihdə var və başqa dualar. İnşallah Həzrət Əmir salamullahi əleyhin də ziyarəti, sabahları ziyarət günüdür. Bunu qabaqlar demişəm, bir dəfə də ərz eləyim xidmətinizə ki, bu gecəyə İbn Bəttutə rəhləsində, yəni səfərnaməsində, İbn Bəttutə 700 il qabaq yaşayıb, özü də sünni idi. Bir dənə dünya dolanan şəxsidir, cahangərdir deyərik, dünyada dolanardı, dolandıqlarında yazardı, məktub elərdi, mənə görərdi xatirələrin ki, o olubdur, Rəhli İbn Bəttutə, səfərnamə deyərlər ona. Orada işarə eləyib ki, mən Məkkədən qaydanda yolum düşdü Nəcəfə və üçün özü əhl-i sünnə qardaşlardan idi, deyir ki, Nəcəf şəhrinin əhalisinin hamısı rafizi idilər. Əlbəttə, onlar rafizi bizə deyirlər, rafizi. İmam Şafii deyir ki, bir əşarı var, deyir ki, İnkânə rəfzən hubbu âli Muhammedin fəliyəşhədis səqələn ənni rafizi. Bizə rafizi desələ də, Şafii özü deyir ki, əgər eşq âli Muhammed rafizi olmaqdır, Şafii deyir, İmam Şafii. Cinninlə ins şahid olsun da ki, mən rafiziyəm. İmam Şafii deyir. Odur ki, bunlar bir təbirdir də, ibarətdə pis məna istirli işləsinlər. O İbn Bəttutə ki, sünni alimlərindəndir, deyir, Nəcəf əhlinin hamısı rafizi idilər. Və deyir ki, Nəcəfdə neçə gün sonra çatmışmış, ora 27 Rəcəb soğuşmuşdu. Deyir, Nəcəfə yazır, Nəcəfin içində mərufdur, məşhurdur və deyir, müstəfizdir. Deyir, məşhur və müstəfizdir. Yəni, umum bunu görüblər orada. Deyir, mən özüm görmədim, çünki gec yetişdim. Amma umum görüblər ki, Rəcəbin 27-sində deyərlər Nəcəfdə Leylətul Məhyat. Ayıq olallah, ayıq qalallah, sübhəcan gələrlər Həzrət Əmir salamullahi əleyhin hərəminə, nə mənə xəstə, şəl, çolaq, xəstə insanlar var, onlar yığarlar, gətirərlər, özü də Nəcəfdən yoxa, hər yerdən. İrandan, Xorasandan, Şamdan, Rumdan yığarlar, gətirərlər ora, dözərlər. 27 Rəcəb gecəsinin ortası soğuşandan sonra səhərə yaxın hamı da şahid olarlar, orada yığışarlar, dua elərlər, münacət elərlər, namaz qılarlar. Bunlar bir sağlam olarlar, durarlar, yağa gedərlər.
Və deyir ki, mən üçün gec yetişdim, neçə gecə gec yetişdim, görənmədim. Amma orada bir mədrəsə var idi, mədrəsədə gördüm neçə nəfər şəl insan orada qalıblar. Dedim, bəs sizə niyə şəfa vermədilər? Onlar dedilər ki, biz gec yetişdik, Rəcəbin 27-si soğuşandan sonra yetişmişik, qalmışıq, dözürük, gələn il Rəcəbin 27-sin burada olaq. Odur ki, Əmir əleyhissalamın ziyarət gecəsidir. Və elə nisbəti də Əmir əleyhissalamın sabah da ziyarəti müstəhəbbidir. Nisbəti də indi elə əraizimdən bölünəcək ki, Əli əleyhissalama nə nisbəti var bu Rəcəb ayının 27-si düzdür, Be'sətdir. Amma Əli əleyhissalama da güclü nisbəti var. İnşallah bu gecənin və günüzün və üç gecə günüz qalır Rəcəbdən bunun feyzlərindən bəhrələnək. İnşallah pak ürəklə və hazır nəfəsinlə Şəban ayın inşallah dərk eləyək. Bir səlavat da çövürün. Amma məb'əs gecəsi ayati ki, həm tilavət olundu və həm burada da yazılıbdı. Ələq surəsinin 5 dənə əvvəlki ayəsi. İqra bismi rabbikəl-ləzi xaləq. Peyğəmbər Əkrəm risalətə məb'us olmadan öncə, çünki 40 yaşında məb'us olub, hələ 40 yaşı olmamışdı. Gedərdi Hərada Cəbəlun Nur, o dağın adına deyirlər Cəbəlun Nur. Nur işıq dağı. Orada bir məğarə var Hera adında ki, bu kinoda ki göstərdilər. Orada təqribən o məğarəni yaxdı göstərmişdilər. Məğarə daşdı. İnşallah tofiq ola gedəsiz görəsiz. Bir yekə daşdı, düşüb bu birisi daşın üstünə, altı boş qalıb, olub məğara. Özü də dağın ən hündür yerindədir Cəbəlun Nur. Məkkə ilə də 5-6 kilometr arası var. Bir ağac təqribən arası var. Bu kinoda görsətdilər, yaxın görsətdilər. Elə oradan elə bir aşağı Məkkədə öcürdək. 6-7 kilometr arası var. Ki onun başında çıxmağı da çox çətindir. Bir dənə fəqət yol var daşların arası ilə, çox çətinliklə üstə çıxmaq olar. Peyğəmbər Əkrəmin özü ki Nəhcü Bəlağədə Əli əleyhissalamın buyurduqlarından çıxır. Kana yucaviru fi Hira kull sənə. Və kuntu ərahu və la yərahu qeyri. Əmirül-Möminin sallallahu aleyh özünün xüsusiyyətlərini buyurəndə Əli əleyhissalam bəzi vaxt bəzi xüsusiyyətlər özündən buyurub ki, onun tayı yoxdur. Və hətta özü buyurub ki, başqasında bu yoxdur. Məsələn, Əli əleyhissalam son Ramazanında əlin qoyardı mübarək bədəninə, deyərdi, İnnə haza la'ilmən cəmma. Ya buyurardı ki, səluni qablə ən təfqiduni. Nə sualınız var, gəlin məndən soru verin, cavab verim. Mən aradan sizdən getmədən qədrimi bilin, suallarınızı məndən soruşun. Sonra buyurardı, bu kəlamı məndən sonra heç kəs deyənməz. Hər kəs desə kəzzabdır. Və deyənmədilər də. Yəni Əli əleyhissalam bəzi özünün xüsusiyyətlərini buyurəndə, onlar ancaq Əlinin sifəti idi və buyurardı ki, heç kəs də yoxdur və heç kəs də deyənmədilər. Onlardan da biri buyurdu ki, xutbə-i qasiədə Əli əleyhissalam buyurur, Peyğəmbər salavatullah aleyh kana yucaviru fi Hira kull sənə. Hər il bir zamanlar Hira məğarəsində orada qalardı. Əli nəql edir, Peyğəmbəri nəql edir. Ki, ilin bəzi zamanları Hira məğarəsində orada olardı və sonra Əli əleyhissalam buyurur ki, kuntu ərahu və la yərahu qeyri. Mən onu görərdim, məndən başqa heç kəs görməzdi. Və həqiqətdə elə budur. Heç kəs də deməyib, heç kəs bunu nəfi eləməyib. Yox, mən də vardım, onu deyənməyiblər. Mümkündür başqa fəzilətlərdə özlərin dürtüblə qabağa, amma da bunlar da eləyənməyiblər. Heç kəs də deyənməyib, yox, mən də oradaydım, heç kəs deməyib. Əli buyurdu ki, mən görürdüm Peyğəmbəri, məndən başqa heç kəs görmürdü. Yəni bu Əlinin xüsusiyyətidir də, o səhnədə Əli əleyhissalam özü buyurduğu əsasda Nəhcü Bəlağədə hazır idi. Ondan belə ki, yaşı azıdır. 10 yaşında idi, kiçik idi. Və da o xutbə-i qasiədə ki buyurur, kuntu ətəbəhu ittiba'al fəsil isra ummih. Peyğəmbərin arxasından hara gedərdi, qaçardım dalısından. Elə bir o süddən ayrılmış uşaq necə anasına ac olanda dalısından qaçar, mən də öz Peyğəmbərin dalısından qaçardım. Və kana kullə yevmin yerfa'u li ələmən min əxlaqih
fəəmərəni bittibaihi. Gündə mənə bir əxlaqından yollar açardı. Mənə deyərdi Əli belə ol, Əli belə ol, Əli belə ol. Yəni da bu heç kəsdə yoxdur. Əli əleyhissalam odur ki, bu gecə sabahda Əli əleyhissalamın ziyarəti. Hər halda Peyğəmbər Əkrəm sallallahu əleyhi Hira məğarəsində olardı. İnşallah söhbətlərindən ustadların Hacı Museli, Ayə Sahil, başqa qardaşlardan inşallah istifadə edəcək. Xülasə deyirəm ki, gecələrin birində Peyğəmbər Əkrəm münacat halında idi. Bəzi nəqllərdə var ki, Hira məğarəsində idi. Bəzi nəqllər, əlbəttə bu nəqllər də Peyğəmbərin özündən nəql olub. Ravilərdə ixtilaf var. Bəzi nəqllərdə var, Həzrət buyurdu ki, qutulmuşdum, düşürdüm əşaya, dağın ortasındaydım. Bəzi nəqllərdə var, düşmüşdüm, vadidəydim. Yəni dağ ki, duvar dağdı, dağdı var. Oradan düşmüşdüm əşaya, arada məsafəni Məkkə ilə aramızda 6 kilometr oranı gedirdim. Nəqllərdə müxtəlifdir ki, Allah səs gəldi, iqra. Peyğəmbər bir səs gəldi, iqra. Və dedim, oxumaq eləyənmərəm, bacarmıram oxumaq. Yəni Peyğəmbər ümmi idi. Yazı o öyrənməmişdi. Həzrət buyurdum ki, oxuyanmərəm. Bədənimi bir sıxıntı tutdu. Ölüm kimin oldum. Bədənimi sıxıntı tutdu. İkinci dəfə təkrar oldu. İqra. Yenə dedim, oxuyanmərəm. 3 dəfə təkrar oldu. Halbuki o sıxıntı nə idi? Ona müxtəlif sözlə bəzilər bilirlər ki, o elə Cəbrail özü sıxırdı. Bəzilər bilirlər, yox, yük ağır yüküdür. Vəhy ağır yüküdür. Bədən onun qarşısında sıxıltıya düşürdü. Ölüm halətinə düşürdü. Hər halda 3 dəfə təkrar oldu. 3-cü dəfə Peyğəmbər də buyurmadı ki, oxuyanmırəm. Buyurdu ki, nə mənən oxuyayım? Sualın cavabı, o əmrin cavabında ki, Allah tərəfindən oxu, Peyğəmbər dedi ki, nə mənən oxuyayım ki, ayatın dalısı gəldi. İqra, bismi rabbikəl-ləzi xaləq, xaləqəl insana min ələq, İqra və rabbukəl əkrəm, əlləzi alləmə bil-qələm, alləməl insana mə ləm yələm. 5 ayəyə ələq. Şimdi bunlarda vaqən bir dəniz söz var da. Əvvəl bir dənə şahid istifadə eləyək də, o istəmirəm çox təfsir inşallah istifadə eləyərik. Əvvəl ayə ki, kəlmə ki, İslam dinində Peyğəmbərimizə nazil olub, nə mənədir? İqra, oxu. Yəni elmi də, yəni şəriətin əvvəl elm əsasındadır. Oxumaqla başlanıb. Özü də o oxumaq, iqra, hər oxumaq yox ha. Bəzilər ömrünəni oxuyarlar, axırda da bir miskal oxumağa izzət verməzlər. Heç zət elə. Nəticəsi olmaz. Ayı qəraəti Allah salamat eləsin bəzi vaxt danışanda şirin danışır. Deyərdi ki, məsələn otururlar müsabiqə, yarış. Ən qədimki xiyabancı Tehranda var, 2 hərfi var, nə nədir? Nə olsun məsələn? Reyd. Nə olsun da bundan nəticə alarıq. Filan dağın zirvəsi nə qədərdir? Coğrafiya, belə bir nəticə şeylər, öcür yox. İqra, bül, oxu, hərəkət elə, amma həq yox. Bismi rabbikəl-ləzi xaləq. Oxumaqlığın hədəfi olsun. Bu ayat nazil oldu. Peyğəmbər Əkrəm sallallahu əleyhi hərəkət elədi, gəldi Xədicənin evinə. Gecişmişdi. Hadisə bir cürdür ki, Xədicənin evinə gələndə Xədicə deyir ki, ağappaq olmuşdu, addımların kiçik-kiçik atırdı və girdi evə, dayandı duvara. Gördüm, Peyğəmbərin halı dəyişikdir. Yəni o məsafəni 6 kilometri çox çətinliklə Peyğəmbər gəlmişdi, gecişmişdi. Hətta Xədicə ərz elədi ki, dalıncan adam yollamışdım. Axtardılar, hər yeri gəldilər, dedilər, tapanmadıq. Ki, Peyğəmbər Əkrəm sallallahu əleyhi birinci hadisəni Xədicəyə buyurub. Və elə Peyğəmbər hadisəni buyurmaqamın Xədicə deyib ki, şəhadət verirəm, Allah Teala şahid olsun ki, sən Allahın rəsulusun. Odur ki, birinci iman gətirən Həzrət Xədicə sallallahu əleyhidir. Allahumma salli.
Xədicə gördü Peyğəmbərin halı çox dağılıb, dəyişiklikdir, ağarıb, su gətdi. Bəzi yerlərdə var, Peyğəmbər özü su istədi, sərin su gətirin. Su gətdi səpdi üstünə. Ondan sonra Peyğəmbərin üşütmə tutdu, titrətmə tutmuşdu, bastırdı Peyğəmbəri. Bastırdı ki, Peyğəmbər özün adi halətə gəlsin ki, ikinci dəfə ayat o Müddəssir surənin ayatı nazil oldu. Ya eyyuhəl müddəssir, qum fəənzir və rabbəkə fəkəbbir və siyabəkə fətəhhir və rüczə fəhcur və la təmnun təstəksir. Ey o ki, çurqalanmısan bir geyimə ki, titrətmə aradan geçsin. Müddəssir, yəni çurqalanmış. Qum fəənzir. İş başladı, taza başlayıb. Qudur ayağa insanları qorxud, hidayət elə. Ki oradan risalət başladı və bu aləmdə ən böyük olan hadisə ki, demək olar, xilqət aləminin əvvəlindən sonuna qədər bu əzəmətli hadisə ittifaq düşməyib, o gözə ittifaq düşdü, göylərin qapısı açıldı və Peyğəmbər buyurur ki, Cəbrail özün mənə tanıtdırdı. Cəbrail dedi ki, mən Cəbrailəm, sən Allahın Peyğəmbərisən. Səsi ki eşitdim, gördüm bir əzəmətli şəxs aləmi tutub. İstədim ona baxmayam, göylərə baxam, gördüm göyləri surqalayıb. Yəni bu hadisə ki, məna aləmindən o əzəmətli Allahın ayəti bir qabil vücuda, yaraşıq aləmində nazil ola, bir dəfə təkrar olub. Aləmin bütünündə bir dəfə olub və sonacan inşallah bu hidayət ələmi Qur'an ki möcüzəsidir Peyğəmbərin inşallah davam tapacaq. Allah o Həzrətin buyurduqlarına əməl eləməklik və mənəvi yaşayış və dünyanın pisliklərindən uzaq gəzib və Allah Teala'ya pak hərəkət eləyib Allahın liqasına getməklik, görüşünə getməklik tövfiqin hamımıza inşallah mərhəmət eləsin. Muhammed Ali Muhammedə salavat bərəkətin.